Salam Prezident TV izləyiciləri, xoş gördük hər birinizi. Biz hər zaman media işçisi olaraq çalışırıq ki, şəhidlərimizə anağın, onları xatırlayağın və bilirsiniz ki, media işçisi olaraq bizim borcumuzdur deyə düşünürəm bu. Şəhidlərimizi unutmamaq və unutturmamaq və düşündük ki, bu gün də biz gələk kapitan şəhidimiz Vüqar Eyvazovun ev muzeyi ilə sizi tanış edəyim. Onun keçdiyi döyüş yollarından ailəsi ilə birlikdə sizə məlumat verəyim. Burada diqqət edirəm, bütün şəhidlərimiz də olmasa, deyərdim ki, şəhidlərimizin bir 70%'nin şəkilləri diqqətimi cəlb elədi və bu təbii ki, anamızın yəqin ki, təşəbbüsüdür. Allah analarımıza səbir versin. Övladlarımızın sayəsində biz həyatdayıq, ayaqdayıq. Mən çox danışmaq istəmirəm. Çünki bu mövzu gələndə mən şəxsən öz adımdan deyirəm ki, mən söz tapıb deyə bilmirəm, danışa bilmirəm. Və anam daha ətraflı məlumatı sizdən başqa heç kim bizə verə bilməz şəhidimiz Eyvazov Vüqar haqqında. Çox istəyərdim ki, bizim izləyicilərimiz də səbirsizliklə gözləyir ki, siz Eyvazov Vüqar haqqında məlumat verəsiniz. Mən kapitan Vüqarla olsayam, balaca burada ev kiçik oğlu, iki qardaşdılar. Mənim oğlum həvəsi var idi hərbi olmağa. Aprel döyüşlərində oldu, 2020'də döyüşdə oldu. 6-cı dəfə 2021-ci ildə Qafalan əməliyyatı zamanı Qozavat rayonu Qırmızı Bazar deyilən tərəfdə neytral ərazidən şəhid qazi yoldaşlarını çıxadan vaxtı erməni gülləsinə tuş gəldi, snayperlə sinəsindən yaralandı. Tək mən Vüqarla yox, bütün şəhid balalarından fəxr edirəm. Çünki onlar bayrağımızı zirvələrə qaldırdılar, torpağımızı bütövləşdirdilər, erməni əsarətli olan torpaqlarımızı qaytardılar. Şəhid əmlərinin, şəhid dayılarının qanını aldılar, qələbə qazandı. Bir bununla fəxr edirəm ki, bayrağımız uzadadır, xəritəmiz bütövdür, torpaq özümüzdədir. Allah şəhidlərin məkanı cənnət eləsin, ailələrinə səbir versin. Mənim yanımda da Ruslan balamın anası durur, şəhid anasıdır. Mən bütün şəhidlərin anasıyam. Onların hamısı mənim balalarımdır. Ona görə də mən oğlumdan xahiş elədim ki, öldükləri şəhidlərinin hamısının şəklinə, Vüqarın otağına düzelt ki, qoy onlar hamısı bir yerdə olur. Cənnətdə bir yerdə olduğu kimi mənim çox sağ olun, gəldiyinizə görə. Təşəkkür ederim. Biz təşəkkür edirik anam sizə, bütün şəhidlərimizə Allahdan rəhmət edirik. Məkanları cənnət olsun. Bəli, onların sayəsində biz zəfərə qovuşduq və bizim diqqətimizi burada istifadə etdiyi ətirlərdir və digər paltarlardır çəkir və anamız xatirə üçün bu otaqda bu geyimləri də paylaşıb. Ana, başınızı hər zaman dik tutun. Çünki siz mərdsiniz. Məhz biz yaşayırıqsa, təbii ki, bu igid, mərd, cəsur oğullarımızın sayəsindədir. Yəni sizə nə qədər təşəkkür etsək, nə qədər sağ ol desək, azdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.